Azərbaycan və Ermənistan arasında 30 ildən artıqdır ki, davam edən gərginlik sona yaxınlaşır. 44 günlük müharibədə Azərbaycan qələbə qazanaraq işğalçı Ermənistana diz çökdürdü. İndi isə tarix dəyişir, sərhədlər boyunca gərginlik yox, dialoq səsləri eşidilir. Artıq Ermənistan qeyri-hökumət təmsilçiləri Bakıya, Azərbaycan rəsmiləri isə İrəvana səfər edir. Artıq illərdir ki, mümkünsüz görünən addımlar reallığa çevrilir. Bəs vətəndaşlarımızın buna münasibəti necədir? Ermənistana turist kimi səfər etmək istəyərlərmi? Bəs erməni turistlərin Azərbaycana gəlməsinə münasibətləri necədir? Gələrəm. Onların da bura gəlməyində problem yoxdur, amma bundan sonra onlarla qardaş olmaq olmaz. Qonşu bir dövlətdir də, yəni onlar da sakit yaşamalıdır, biz də. Mən belə fikirləşirəm, müharibəsiz. İnkişaf olmalıdır. Mənə elə gəlir ki, onlar biz bağışlaya bilərik, amma onlar heç vaxt. Onlar çox kinli millətdir, çox pis millətdir. Bir səfər eləmək istəmərəm, heç onların da gəlməyini istəmərəm. Düşmən dövlətdir, istəmərəm, nə getmək istəmərəm, nə də istəmərəm onlar gəlsin. Tarix unudulmur. Dövlətin siyasəti nədirsə biz onun arxasınca gedir. Kimin gəlməyə, kimin getməyə, heç vaxt turist kimi mən Ermənistana getmərəm. Heç vaxt, ümumiyyətlə. Onların da gəlməsinin tam əleyhinəyim. İrəvan tarixi Azərbaycan torpağında gedib görmək istəməzsiniz Azərbaycan torpaqlarını? Əgər o variant yaranarsa, gəlib o yerə biz çıxarıqsa, onlarla münasibətlərimiz tam düzələndən sonra, bütün millət bir-birinə qarışandan sonra alınarsa gedər. Əlbəttə mən getmərəm, amma onların gəlməyinə fikrim belə müsbətdir. Oranı o vaxt görərik ki, sülh müqaviləsi bağlansın. Sülh müqaviləsi bağlanandan sonra əlbəttə gedib görə bilərik. Mən onlara güvənib gedə bilmərəm. Onlar bizim əbədi düşmənimizdir. Gəlməsinlər. O boyda şəhidlərimizi unutduqmu? O boyda tökülən qandan mən özüm qaçqın zonasındanam. Cəbrayıl rayonundanam. Hara gəlirlər? Nə üçün gəlirlər? Niyə gəlirlər? Düşməni nə vaxtdan bağışladıq? Mən getmirəm, belə də istəmərəm gəlsinlər bizim ölkəyə. Mən getmək istəyirəm, onlar gəlməsin. İstəyirəm oraya. Müqavilə olsa belə, razılıq olsa belə, nə qədər də dostluq münasibətləri dövlət səviyyəsində yaransa belə, bu cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Həmişə elə bunlar haqqında bizim fikrimiz və mənfi olaraq qalacaq. Onların gəlməyini də istəmirik, oraya getmək də istəmirik. Mənim fikrim budur.